Sabah ne daha? Gecində açılıb. İndi durmuşam yuxudan. Hanım uşaqlar. Duman da gel, sen de gel, sen de gel, sen de gel. Aman da gel, duman da gel, sen de gel, sen de gel. Senin qabağında baz burutdu, enli kürək, şkaf kimi lay düvar bir tema durubdu. Necəsən? Teşekkür edirəm. Makaron bilək, darvaza kürək. Qaşını aldırırsan, bir gün gəldim sən almadın be. Bedniyə yazdım ki, düz eləmədim. Yox az. Mənə yaz ki, 100 dollar atacamsa, bizimki bitdi, nə bilim nə. Mən dedim ki, nə 100 dolların lazım deyir mənə. Nə də ki, düz hərəkət eləmədim. Ne yazır? Pijamadan gör sənin nə olduğun. Ay Allah, ay Allah. Dədən kalkotka giyinən olub. Baban kalkotka giyinən olub. Ondan sonra qardaşları kalkotka giyinən olubdu. Ondan sonra əmin oğlanları kalkotka giyinən olub. Nə də indi gəlib burada mənə pijama malaq eləyirsə. Nə olub, Özbəkistan malıdır, təmiz orijinalda pambıq maldır. Bunlar elə qımmili, elə inləri. Sən yemək yemirsən? Yemişəm də, ay başı. Bəbəyək balıq qızartdım, balıq yedim canlı yayımda. Sonra çıxdım, getdim, yatdım, kövrəldim də, indi pis oldum. Mənim qəlbim qırıqdır. Qırıq ürəyimi biraz da qırdılar. Getdim, yatdım, qırıq ürəyimi onardım, qırıq ürəyim. Ona görə çox qırmayın ürəyimi, yapışdırmışam. Qırıq ürəyimi çox qırmayın. Sakos, nobiniz, kodiniz. Nəylə içim mən bu çayı? Nəylə içim enerjiyə gəlim? Spasiba, sən də bayramın mübarək. Yox, mənim ürəyim qırıqdır, ay uşaqlar. Qırıq qəlbim var. Deyə Aynur xanım gəldi canlıma. Bana çıktı mesaj geldi la. Ben de deyirəm indi kim deyik. Sako deyir ki bayramınız mübarək, birazdan gəlirəm. Gəl ay Sako, gəl biraz da sənin şotuna, biraz da mən söyürüm, gəl. Emirətə cavabı ay uşaqlar, hələ Emirətənin cavabı çıxıb, bacı. Gəncəyə aparmalıyam həkimin yanına. İstəyirəm ki, elə bir şeylə çay içim ki, elə bir günən ki, bir şeylə çay içməliyəm ki, bir qəşək balıq yatsın.
Hə, Allah haqqı bir iş olsa işləyərəm. Allah haqqı deyirəm. İndi onlar da uşaqlar, özünüz bilirsiniz mənim təmizliyimdən əminsiniz, bilirsiniz. İndi onlar da yine oliqarx insanlar olar. Məsələn, xaricdə zada yaşayan, evlərinə zadına baxmağa, təmizliyə zada. Ondan sonra indi elə insanlar var da, evləri, villalar, sarayları var. İndi məsələn qoyurlar burada, işsiz zad qoyurlar, çıxırlar, gedirlər. Elə bir ev olsa, qəşəng, amma itləri olsa saxlayamayacağam. Mən itdən qorxuram, başı, nə yalan deyim. İndi onların bahalı itləri zada olur da, qapılarında, belə, İt zad lazımdır, başı, saxlamayın. Mən özüm orada it deyiləyəcəm. Qəşəng evinizi, eşiyinizi təmizləyəcəm, pişirəcəm, düşürəcəm. Hər gün sizə yemək pişirəcəm ki, Avropadan gəlməyinizi gözləyəcəm. İndi bir ilə gələsiniz, bir il müddətində hər gün sizə yemək pişirəcəm. Hər gün evinizi təmizləyəcəm. Hər gün evinizdə ruzi, bərəkət, sudal açacam. Pəncərələrinizi, qapınızı, hər yeri, bax, belə eləyəcəm. Bağınızı, bağçanızı, ağaçlarınızı, bağbanlığınızı, hər şeyinizi eləyəcəm. Siz də xaricdən gələndə narahat olmayın. Onda da yeməyinizi, kebabınızı, hər şeyinizi pişirəcəm özüm. Özüm əlimdə, 5 əlimdə də 5 marifət var. Əgər elə bir iş olsa, problem yoxdur. Gəlim işləyim. Hayda onlara pişirib özüm yiyəcəm. Elə bir il müddətində, məsəl üçün, ildə bir dəfə gəlirlərsə Azərbaycana, Aynur xanım, kırık kalbimi onarır mısın? Onar kalbimi. Kalbim kırık benim. Biliyor musun? Sen de oligark bir kadınsın. Yani harici devlette yaşıyorsun. Azerbaycan'a gelip gidiyorsun. Ama benim bugün kalbim böyle. Ben onu böyle skoçla buradan götürdüm. Buradan da böyle birbirine yapıştırdım. Sen de bana bugün hem Nevruz bayramı hem de oruçluk bayramı. Şimdi sen bana hiçbir zaman sana böyle bir şey dememişim. Şimdi bayram olduğu için yani şimdi sen fotoğraflar attırır bay şeyde bari öyle mi? Ben çay ne için? Bayramın günüdür. Yemeğim, şimeğim de yoktu. Yiyeyim, çok bayram edeyim. Olsun fındığım, hiç neyim yok. Deyirəm, cəmaat gedir, yığdığı pulu gedir, yeməyə, içməyə, bayram anyonuna verir, gətir, yığırır. Başı, mən də yığıram, gedirəm, pərdə alıram, klonk alıram, nə bilim. Ne yaşam anam gilə? Anam günüz işdəydi ona görə. Dənəyə gedim anam gilə. Anam gilə həm evləri qaranlıq deyim, depresiya düşürəm. Oraya gedin, depresiyalar yaşayıram, ay bacım. Baxıram, deyirəm, onlara listur vermişəm, ay uşaqlar listuru belə böyründən listurları açırlar, belə boş qoyurlar, bir dənə nezi listur işıq yandırırlar. Onu elə depresiya düşürəm, qaranlıq uşaqlar, ışığı zəif, elə ev olan gedən yerə gedirəm, evə uşaqlar. Elə bilmə qarğıyırlar, ay Allah, havalanıram, ay Allah, həmin həsələnirəm, çalanıram, mən çıxmaq istəyirəm, elə biləm qiyamət günü həmin gündür. Nurane Hanım bana 5 manat attı. Ay Nurane Hanım. Cebine dolu olsun ay başı. Allah başına ant etsin. Allah fitre fesatını kabul eləsin. Ne niyetle attın Allah kabul eləsin. Allah başına ant etsin. Allah yüreğine göre versin. Prosta Aynur Hanım'dan ses gözlüyürük uzak illerden. Şimdi görək də ana. Aynur Hanım'dan ses gözlüyürük. Nariş blok no. Sessiz. Bloka no.
Tima dünən 10 manat atmışdım. Az senin 10 manatına qurban olum ay Peri. Peri, ay Peri. Leo'dan 2 manat gəldi, Nuray xanım 2 manat atdı. Çox təşəkkür edirəm. Çox minnətdaram. Allah başınızdan tüysün. Allah ürəyinizə görə versin. Allah nə niyyətiniz var qəbul eləsin. Kim nə niyyətlə adar Allah min qat əvəzini versin. Qoy görək, hələ Aynur xanım qaçdı. Oy Lukus Nazlihom. Lukus Nazlihom. Çok sağ ol. Madonna. Ne kişi kız da olsun. Ne kişiysin az? Madonna kim bir kızsan? Üç manat geldi. Den görün. 3 manat geldi Nergiz xanım hatta. Ay Nergiz. Allah fitrə fəsadını qəbul eləsin. Cibin dolu olsun. Nə niyyətlə attın Allah qəbul eləsin. Allah ürəyinə görə versin. Az bir narışın bir halını əhvalını soruşmusunuz. Bir narışın halını əhvalını soruşmazsınız. Yeter burada padruqalıq edirsiniz siz bir-birinizdən bir narışın halını əhvalını soruşmursunuz. Əslində mən də kimdən söyləyəndim ki narış əməliyyat olub. Ondan sonra mı yazdı narışa? Bayramın mübarek. Çok sağ olun Nuray. Ben soruştum. Çay da elə tez soğur. Aslında bu hamı üçün qaynardı. Prosto mənim üçün su yoxdur. Çay bir damla soğudu, ifsiyo dayan. Tamı qaçır. Ay Sadegül Allah başını tüysün ay başım. Allah min qat əvəzini versin. Allah ürəyinə görə versin. Allah başını tüysün. Allah fitrə fəsadını görə. Bax oradan bura kimi qəbul eləsin ay başı. Cibin dolu olsun. Sadegül 1 manat attı kartımızda. Bir manat atsan bana da dua eləyərsən. Azmadan heç atmasan da sana dua eləyirəm. Az Allah köməyində dursun. 2 manat gəldi Leo'dan. Çox sağ ol. Allah başından tüysün. Allah min qat əvəzini versin. Az nə niyyətlə attın Allah qəbul eləsin. Çox sağ ol ay bacı. Bacı siz ki mənim bu yaralı qəlbimi anlayırsınız. Bu qırıq ürəyimi onarıyorsunuz. Ben sizi çok seviyorum. Size çok teşekkür ediyorum.